Əliyevin 16 yaşlı nəvəsi Sebrezddə özünə xalqın uşaq pulusunu yığaraq özünə burger restoranları açıbdı. 16 yaşlı uşaq necə olur ki, özünə restoran açır? Ey qoyan İlham Əliyev. Açılışa restoranın reklamı üçün yaltaq blogerlər çağırılıbdı və açılışda iştirak edənlərə Azərbaycan dilində danışmağı qadağan ediblər. Bildiriblər ki, İlham Əliyev icazə vermir ki, Azərbaycan dilində danışmağa. Hamı rus dilində danışmalıdır. Restoranlarda əsasən burgerlər satılır. Həmin burgerlər ki, o burgerlərin narkotik tərkibli sosları içinə vururlar. Həmin restoranlarda əsas məqsəd narkotik tərkibli soslarla burger satılacaq ki, restorana gələnlər hamı həmin burgerlərdən asılı vəziyyətə düşəcək. Bilirsiniz ki, Sebrezddə kasıb təbəqə ora getmir, varlı təbəqə gedir. Varlı təbəqədə o narkotik sosu, narkotik tərkibi olan burgerlərdən asılı vəziyyətə düşəcək. Saqqallı şey teleserialda çəkilmişdi, yadınızdadırmı? Saçlı o saqqallı, Şükran nədir? Onun nə danışıq qabiliyyəti var, nə mədəniyyəti var, nə intellekti var, nə savadı var. Eşkək başqa bunun heç bir qabiliyyəti yox idi. Bu nətər oldu bu İlham Əliyevin nəvələrindən. Salam verən oğlan belə yaşayır bax. Ay bacım, səni doğan ananın ağzına marojna. Aya, Qarabağ döyüşlərində hardaydın hə Nusqullu gədə? Aya, mən deyə meymunu oxşu, aranqutanın son balasını oxşuyur. Buna bax. Çapdan bir göstereceğim. Hə. Ya bu gözelse ya da bu gözelse. Rolls var bildiğiniz şımarında. Rolls. Mən deyəndə Azərbaycanda yaşayır. Bu adam 3-cü sinif uşaq qədər qabiliyyəti yoxdur, savadı yoxdur. Nəyə görə kef eləyir? Nəyə görə yaşayır? Bu kimdir? Dubaydan gəlmişəm mama ilə görüşməyə. O biri kadrda deyir, Dubaydan gəlmişəm burger yeməyə. Gelmiş Azerbaycan diye hücum aman az gündür. Haber yoktu. Dubay'dan bir başa gelmişim maman tebrik edilme. Kitabımıza gider bezek olarak. Maman bəlkə başqa kişinin altında da. Burada da deyir ki, burger yeməyə görə gəlmişəm. Ala bax. Ne bu ben Dubay'dan gelmişim. Bu burgerine göre. Sizin qeyrətinizə tullanayım. Sizin namusunuza tullanayım. Siz kişisinizmi? Emin Ağalarov, Əli və Mikail Ağalarov. Sizin uşaq qablıyım. Hə? Sizi doğan anan əmcəyə niyə rus dilində danışırsınız, hə? Ha, sənin anan ağzına rus dilində danışır. Sənin baban nənin ağzına rus dilində danışır. Siz açan Azərbaycan dilində danışacaqsınız, hə? Siz Rusiyada də verdiniz. Siz orada özünüzə yer eləyənmədinizsə, bu millətin, bu xalqın, bu vətənin torpaqlarında siz özünüzə qərar tutdunuzsa, sizin nəslinizin ağzına niyə rus dilində danışırsınız, hə? Ha, Mikail, Emin, niyə danışırsınız, hə, rus dilində? Doğduğu. Buna bax, bax. İlham Əliyev, pus sənin kişiliyinə sənin, qeyrətinə sənin. Ay, niyə sənin ailənin, nəslin, kökün Azərbaycanda danışmağı özünə ar bilir? Niyə? Bəzilər məni söyləyəcək. Ay, mənim nəslimin üzərində hegemonluq elər, mənim millətimin üzərində hegemonluq elər, mənim millətimin qız gəlini, mənim millətimin içirlər. Amma mənim millətimin sərvətini yisələr də, milyardlarını, trilyonlarını yisələr də mənim millətimin dilində danışmağı özlərinə rəva bilmirlər. Mən dəli oluram, sizə təsir eləmirmi? Ha, bura niyə rus dilində danışır? Ha, bu doğduqları anasının ağzına niyə rus dilində danışır? Ha? Siz niyə narkotik tərkibli burgerləri camada satırsınız? Siz hardan oldunuz iş adamı? Siz bu qədər pulları hardan aldınız ki, bu restoranlar şəbəkəsini açdınız? Sizin məktəbiniz yoxdurmu? Sizin təhsilinizə... Bunların nəyəqına əskər, soldatski, sapoğu geyindirirsən, basırsan Naxçıvanskiyə, ömrü boyu Azərbaycan zabiti kimi xidmət eləyirlər. Ağlı başına gəlir, vətən torpağı nə deməkdir?